Sadəcə telefonla danışmaq belə insanın sağlamlığı üçün təhlükəli ola bilir. Bizim can sağlığı paketini alan izləyicilərimizdən biri gənc qızının sağlamlığında olan problemlərlə bağlı bizə müraciət eləmişdi. Mən də belə səthi bir-iki sualdan sonra məlum oldu ki, həmin qız ölkə xaricində yaşayan atası ilə hər gün telefonla danışır. Və mən problemi, səbəbini buradan qaynaqlandığını dedim və izah elədim ki, bir insan xaricdə yaşayan, istər lap ölkə daxilində yaşayan digər insanla telefonla danışdıqda fantom olaraq bir-birinin yanına çəkirlər. Yəni energetik, informatik bağlanma baş verir. Və hətta belə deyə bilərəm ki, virusa yoluxmuş bir insan digər insanla telefonla danışanda belə o virus digərinə keçə bilir. Bizim orqanizmin enerji vermə saatları var. Yəni energetik kanalların müəyyən saatlarda enerji vermə saatları var ki, bu saatlar həmin məkana və saat qurşağına aiddir. Bu saat qurşağını insan dəyişəndə artıq avtomatik olaraq həmin orqan, belə deyim, gücə düşmüş kimi olur. Və yaxud da ki, fərqli saat qurşaqlarında insanlar bir-birləri ilə danışanda bunun fantomu ora, onun fantomu bura getdiyi üçün loru dildə desək, aləm dəyər bir-birinə. Ona görə də çalışın telefonla danışandan sonra bizim can sağlığı paketində yer alan fantom texnologiyasını yerinə yetirin. Yəni orada iki telefonla danışan insanların bir-birindən ayrılması baş verir. Yəni düşünün ki, siz bir ölkəyə səfər edəndə də çox adam deyir ki, özümü narahat hiss edirəm və yaxud da ki, halsız hiss edirəm. Bizdə buna havasını dəyişmək deyirlər. Əslində insan hansısa bir ölkəyə və yaxud da ki, ölkə daxili rayona, hansısa bölgəyə səfər edəndə belə saat qurşağını dəyişir ilk növbədə və saat qurşağını dəyişdiyi üçün də həmin orqanın enerji vermə saatları uzanır. Düşünün ki, bir orqan saat 1-dən 3-ə kimi enerji vermə saatıdır. Və artıq həmin saatlar arası bu qərbə doğru səfər edirsə, əlbəttə ki, orada saat da dəyişir və buna görə də həmin orqana yük düşmüş olur. Yəni düşünün ki, siz saat 12-də Bakıdan hansısa bir qərb ölkəsinə səfər edirsiniz. 3 saatdan sonra gəlib çatırsınız həmin ölkəyə və həmin ölkədə yenə də saat 12-dir. Halbuki siz 3 saat səfərdə olmusunuz. Saat qurşağına görə isə həmin ölkədə saat 12-dir və orqan yenə də həmin ölkənin saat qurşağına uyğun olaraq təkrar həmin zaman və məkana görə enerji verməyinə davam eləyir. Bu da insanda narahatlıq yarada bilir. Ona görə də səfər eləyəndən sonra ilk vaxtlarda insan özünü narahat hiss edir. Sadəcə gözləmək lazımdır ki, orqanizm həmin məkana və saat qurşağına uyğunlaşsın. Yəni indi və burada olsun. Və bütün bunları izləyicimizə izah eləyəndən sonra məsləhət gördüm ki, yaxşı olar ki, ata ilə qızı fasilələrlə danışsınlar. Yəni hər gün söhbət eləməsinlər. Əlbəttə ki, cavab gəldi ki, bunu izah eləmək və başa salmaq mümkün deyil. Amma yenə də o fantom texnologiyasını məsləhət gördüm. Sadəcə dedim ki, yəni fantom texnologiyası bu halda çətin kömək olsun. Çünki hər gün telefonla, ölkə xarici ilə danışmaq həqiqətən də insanları bir-birinə bağlayır və fantom olaraq bir-birinə çəkir. Yəni ona görə də bu kimi şeyləri bilməkdə fayda var və bu istər bu olsun, istər digər məsələlər olsun, bizim can sağlığı paketində yer alan güclü 7 texnologiya kitabında həm immun aktivləşdirilməsi kitabında qeyd olunub, həm insan orqanizminin istifadə təlimatı kitabında qeyd olunub. Orada ayrı-ayrılıqda hamısı orqanların enerji vermə saatları, hansı orqanlar hansı saatlarda hansı funksiyanı yerinə yetirirlər, hansı saatlarda ümumiyyətlə hansı işlərlə məşğul olmaq olar, olmaz və s. və l. Yəni bu şeyləri bilməkdə fayda var və orqanizm bütün bir sistem olduğuna görə onu ayrı-ayrılıqda deyil, bütün olaraq bir sistem olaraq müalicə və bərpa eləmək lazımdır. Hamınıza can sağlığı arzulayıram və can sağlığı paketini əldə etməyi tövsiyə edirəm.